Sabah İncəsənət Festivalının açılış mərasimi keçirilib. Müasir İncəsənət Muzeyində təşkil olunan tədbir Sabah qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrinin nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sabah tələbələrinin ifasında rəssam Sevgilimin şəklini gəlçək adlı bədii kompozisiya təqdim olunub. Rəssam sevgilimin şəklini gəlçək. Sevgilim gözəldir, sən də gözəldir. Daha sonra Azərbaycan Rəssamlıq Akademiyası Sabah qrupları tələbələrinin hazırladıkları geyimlər nümayiş etdirilib. Mən Əsli Zeynalova, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsiyəm. 2-ci kurs Sabah qrupları üzvüyəm. İxtisasım layihə üzrə metalistdim. Metal üzrə heykəltaraşlıq kompozisiyam, rəngkarlıq kompozisiyam buradadır. Əsas heykəltaraşlıq işimdə keramika, metalın stilizəsidir. Əsas kompozisiyanın ideyası da Peter Pandır. Mən Qubad Bağırzadə, Azərbaycan Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsiyəm. Bugünkü sərgidə zamanın kəsişməsi əsərimdən qatılmışam. Əsərimdə keramika və xalçanı sintez etmişəm. Keramika torpağı, xalça isə bizim keçmişimizin tarixini bildirir. Keçmişlə indiki dövrü harmoniya şəklinə salıb kompozisiya yaratmışam. Mənim adım Ağaciyeva Leyladır. Azərbaycan Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsiyəm, Sabah qrupları üzrə. İxtisasım bədii metaldır. Gördüyünüz kimi işim də metaldandır, heykəldir. Heykəlin əsərimin də adı Minbir Lələkdir. Həyatın axınını simvolizə edir. Necə həyat axışqandır, həm də ki, necə həyat davam edir göstərir. Sabah İncəsənət Festivalı tələbələrin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəyin yaradıcı mütəxəssislərinin tanınılması baxımından olduqca əhəmiyyətlidir.